Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve rasuluh. Amma ba'd. Allah Teala Ali İmran suresi 133. ayette buyurur: "Ve sari'u ila mağfiratin min rabbikum ve cenne. Arduha es-semavatu vel ardu uiddet lil muttaqin." Rəbbinizin məğfirətinə eni göylər və yer qədər olan cənnətə tələsin. Müttəqilər üçün hazırlanmış cənnətə tələsin. Həmçinin Allah Teala Muttəffifun surəsi də buyurur: "Və fi zəlikə fəlyətənafəsil mutənafisun." Qoy ötüşənlər, yəni bu işlərdə ötüşsünlər. Yəni axirət işlərində. Yəni Ramazanın qurtarması ilə bağlı, yəni insan nə etməlidir? Yəni müəyyən suallar, yəni öz nəfsinə yönəltməli, ibadətləri lazımi formasında yerinə yetirdimmi? Və Ramazan ayını Rəbbimizin sevdiyi və razı qaldığı formada yaşadınmı? Qəlbin ibadətlərin tamını daddımı? Qəsd olunan, umulan təqvanı əldə etdinmi? Qur'anı oxudunmu? Və Allah Teala onunla sənin qəlbinin ölü olmasına, yəni həyat verdimi? Yəni qəlbinə həyat verdimi? Həqiqətən sən qəlbində dəyişikliyi hiss etdinmi? Və bu dəyişiklikdən sonra sabit qalmağa əzm etmisənmi? Və günahlara bir daha qayıtmamağa əzm etmisənmi? Və güman edirsənmi ki, bu uzun gecələrdən sonra cəhənnəmdən azad olduğunu və həmçinin güman edirsənmi ki, günahlardan bağışlanmısanmı? Və buna görə insan doğru şəkildə nəfsi ilə dayanmalı və Allahdan yardım istəməli və kim Allahla sadiq olarsa, Allah da onunla sadiq olar. Yəni bu suallara cavab axtar. Və bundan sonra sələflər əməli kamilləşdirməyə çalışardılar. Əməli dəqiq şəkildə yerinə yetirməyə həris olardılar. Və yaxşı yerinə yetirdikdən sonra qorxardılar. Əməlin rədd olunmasından qorxardılar. Allah Teala Müminun surəsində buyurur: وَالَّذِينَ يُؤْتُونَ مَا آتَوْا وَقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَى رَبِّهِمْ رَاجِعُونَ. O kəslər ki, əməl edərlər, yəni verilməsi əmr olunan şeyləri verərlər, yerinə yetirərlər və qəlbləri qorxu içərisində olar. Yəni müminin halı əməli yaxşı yerinə yetirmək və bununla yanaşı narahat olmaq. Və buna əsasən Həsən Basri rahimehullah deyir ki, mömin insan iki şey cəm edir: İhsan və bir də qorxu. Yəni əməli yaxşı şəkildə yerinə yetirmək və bununla yanaşı əməlin qəbul olunmamasından qorxmaq. Münafiq isə iki şey cəm edir: birincisi əl-isəə, yəni əməli yaxşı yerinə yetirməmək və ikinci isə arxain olmaq.
Əli radiyallahu anhu deyir ki, kunu liqabulil amali əşəddə ihtimamən minkum bil aməl. Ələm təsmə'ullah azə və cəllə yəqul, innəmə yətəqəbbəlullahu minəl muttəqin. Deyir ki, siz əməlin qabulu üçün əməldən daha çox diqqət yetirin. Yəni, insanın əsas dərdi fikri əməli yerinə yetirmək yox, əməlin qabul olunması onu daha çox düşündürməlidir. Çünki insan o haqda düşündüyü zaman etdiyi əməli daha yaxşı yerinə yetirməyə həris olur. Məgər siz Allah Teala'nın belə dediyini eşitmədinizmi? Allah Teala yalnız müttəqilərdən qabul edir. Maidə surəsi 27-ci ayə. Artıq sən əməli etdin. Bu əməl səndən qabul olundu mu? Və əsas mühüm olan, təhlükəli olan burasıdır. Əməlin qabul olunması. فَكَمْ مِنْ عَمَلٍ يُتْقِنُهُ صَاحِبُهُ وَيُحْسِنُهُ وَيُزَيِّنُهُ ثُمَّ يَرُدُّهُ اللّٰهُ عَلَيْهِ وَلَا يَقْبَلُهُ. Və neçə əməl vardır ki, insan sahibi o əməli dəqiq şəkildə, gözəl şəkildə və bəziyərək yerinə yetirir, sonra Allah Teala onu özünə qaytarır, qabul etmir. وَذَٰلِكَ بِسُوءِ نِيَّةِ صَاحِبِهِ. Və bu da o insanın sahibinin, o əməl sahibinin niyyətinin pis olmasına görədir. Allahım bizdən əməllərimizi qabul elə, həqiqətən sən eşidən və hər şeyi bilənsən. Və buna görə sələflərdən biri deyərdi ki, Əl-xavfu aləl-əməl əllə yutəqabbələ əşəddu minəl-əməl. Əməl üçün qorxmaq, yəni əməlin qabul olunmaması üçün qorxmaq, əməldən daha ağırdır, daha şiddətlidir. Abdüləziz ibn Əbi Ravvad deyir ki, Ədraktuhum yeştəhidunə fil-əməli salih, fəizə fəaluhu vəqa aleyhimul həm əyuqbəlu minhum əmlə. Mən onlara yetişdim, sələflərə. Onlar salih əməllərdə çalışardılar, yəni salih əməlləri yaxşı yerinə yetirərdilər. Və yerinə yetirdikdən sonra onları dərd yürüyərdi. Görəsən bu əməl onlardan qabul olunacaq, yoxsa yox. Hədə huvə fiqhus sələf və fəhmuhum və budur. Sələflərin fiqhi və onların məsələni anlaması. Fəkəm min məğrurin bi'əməlihi və leysə ləhu minhu şey. Və neçə əməli ilə qürrələnən, aldanan insanlar vardır ki, o əməllərindən onlara heç nə çatmır. Kəm min mu'cəbin bi salati və leysə ləhu fiyhə həsənə. Və neçə namazı ilə xoşhal olan insan vardır ki, namazından ona bir həsənət, bir savab da çatmır. Və lidəlikə xarəcə Umar ibn Abdüləziz aləl-nəs fi yevmil idil fitr. Və buna görə Umar ibn Abdüləziz rahiməhullah oruc bayramında insanların üzərinə çıxır və xütbəsində deyir ki, eyyuhənnəs, ey insanlar, innəkum sumtum lillahi 30 yevmə. Siz Allah üçün 30 gün oruç tutdunuz. Və qumtum 30 leylə. 30 gecəni qiyamda keçirdiniz. Və xaractumul yevm tatlubunə minəllahi ən yətəqəbbələ minkum. Və bugün isə çıxmışsınız və istəyirsiniz ki, Allah Teala sizdən qabul etsin. Allahümmə təqəbbəl minnə ya Rab. Ey Rəbbimiz bizdən qabul et. Və kənə Abdullah ibn Məsud yəqul fi axir leylət min Ramazan. İbn Məsud radiyallahu anhu Ramazan ayının son gecəsində deyərdi. Mən hədəl məqbul minnə fənuhənniyə. Bizdən görəsən qabul olan kimdir? Gəlin onu biz təbrik edək. Və mən hədəl məhrumu minnə fənuəzziyə. Görəsən bizdən məhrum olan kimdir? Gəlin ona təsəlli verək, başsağlığı verək. Eyyuhəl məqbul həniən lək. Ey qabul olan kimsə, xoş halına sənin. Eyyuhəl mardudu cəbarallahu musibətək. Və ey əməli qabul olunmayan, rədd olunan kimsə, Allah Teala sənin müsibətini düzəltsin. Fəyə arbabə zunub əl-azimə. Ey böyük günah sahibləri, qənimətdən istifadə edin bu günlərdə. Fəmə minhə ivad və ləqimə. Və bunun heç bir əvəzi yoxdur. Fəmən
yu'taq fiha minan nar faqad faza bil caizatil azimə. Yəni kim Ramazan ayında artıq cəhənnəmdən azad olursa, bu böyük mükafatdır və böyük bir bəxşişdir. Fəya ya mən a'taqahu Allahu minan nar iyyaka an ta'uda ba'da an sirta hurran ila riqqil awzar. Ey Allahın cəhənnəmdən azad etdiyi kimsə, artıq azad olduqdan sonra bir daha günahların köləliyinə qayıtma. Yub'iduka mevlaka anin nar və tetaqarrabu minha. Rəbbin səni cəhənnəmdən uzaqlaşdırır, sən isə cəhənnəmə yaxınlaşırsan. Və yunqiduka minha və anta tuqi'u nafsaka fiha və la tahidu anha. Və Rəbbin səni cəhənnəmdən xilas edir, sən isə özünü cəhənnəmə salırsan və ondan yayınmırsan. Və ya eyyuhəl asi la taqnat min rahmetillahi bi su'i a'malik. Ey günahkar insan, günahlarına görə, əməllərinin pis olmasına görə Allahın rəhmətindən ümid üzmə. Və kəm yu'taq minən-nar fi hadil ayyamin amsalik. Və bu günlərdə sənin kimi neçə insanlar cəhənnəmdən azad olur. Fə əhsiniz-zanna bi mevlaka və tub ileyh. Və Allah barəsində gözəl zəndə ol və Rəbbinə tövbə et. Fə innəhu la yəhləku alallah illə halik. Yalnız, yəni bu yolda həlak olan kimsə həlak olur, yəni azdır. Və həmçinin tövsiyələrdən Ramazanın sonunun çatması və yaxud bitməsi ilə əlaqədar istiğfara davamiyyətli olmaq, davamiyyətli şəkildə bağışlanma diləmək. Ləqad rəaytə ənəllaha subhanahu və teala əmər ibadə ba'dəl həcc bil istiğfar. Yəni gördün ki, Allah Teala həcc əməllərindən sonra istiğfarı əmr edir. Bəqərə 199-da "Thumma afidu min haythu afadan nas." Sonra insanların döndüyü yerdən siz də dönün və estəğfirullah və Allahdan bağışlanma diləyin. İnnallaha gafurur rahim. Allah Teala bağışlayan və rəhimlidir. Və Allah Teala gecə namazına qalxıb ibadət edən qulları haqqında xəbər verir ki, onlar namazlarını istiğfar ilə, Allahdan bağışlanma diləməklə xətm edərdilər. Zariyyət 17-18-ci ayələrdə Allah Teala buyurur: "Kanu qalilan minəl-leyli ma yehca'un və bil-ashharihum yestəğfirun." Onlar gecənin az bir hissəsini yatar və səhər vaxtları isə, yəni sübh namazından əvvəl isə istiğfar edərdilər. Hasan Basri rahimehullah deyir ki: "Maddus salata ila sa'a thumma jalasu yestəğfirun." Yəni onlar suhur vaxtına qədər namazlarını uzadardılar və bundan sonra istiğfar etmək üçün oturardılar. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin hədiyindən, sünnəsindən idi ki, namaz bitdikdən sonra 3 dəfə istiğfar, əstəğfirullah, əstəğfirullah, əstəğfirullah edərdi. Və buna görə deyirik ki, sən də orucunu bitirdiyin zaman istiğfarı çoxalt. Və istiğfarı Allahdan çoxlu bağışlanma dilə və sələflərdən biri deyərdi ki, İzə sallə salatan istəğfar min təqsiri fiyyə kənə istəğfirul mudzi min zənbihi subhanə. İzə kənə hədə halus sələf əlləzinə əhsənu ibadətəhum və ətqanuhu və əxləsu fiyyə fə keyfə halu musiyyin mitlənə fi ibadətihim. Yəni burada Şeyh Musallah gətirir ki, sələflər hansı ki onlar ibadətlərini lazımı şəkildə yerinə yetirirlər və namazlarını buyurulan tərzdə yerinə yetirirlər və bununla yanaşı o gecə namazından sonra istiğfar edirlər. Əgər sələflərin halı belədirsə, bu cür ibadətlə yanaşı onlar bağışlanma dilirdilərsə, onda bizim kimi günahkarların halı necə olmalıdır? İbadətlərini düzgün yerinə yetirməyənlərin. Ömər ibn Abdüləziz Ramazanın sonu ilə şəhərlərə məktub yazar və deyərdi ki, "Qulu kəmə qalə abukum Ədəm." Atanız Adəm əleyhissalamın dediyi kimi deyin. Əraf surəsi 23-cü ayədə "Qalə Rabbənə zələmnə anfusənə." Onların ikisi dedilər, yəni Adəmlə Həvva, "Ey Rəbbimiz, biz özümüzə zülm edənlərdən olduq. Və illəm təğfir lənə." Əgər bizi bağışlamasan, "Və tərhəmnə." Bizə rəhm etməsən, "Lənəkunənnə minəl xasirin." Və biz ziyana uğrayanlardan, uzanlardan olarıq. Və həmçinin Nuh əleyhissalamın dediyi kimi deyin. "Və illə təğfirli və tərhəmni əkum minəl xasirin." Əgər məni bağışlamasan və mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram. Və həmçinin Musa aleyhissalam dediyi kimi deyin.
Qala Rabbi inni zalamtu nefsi faghfirli. Ey Rəbbim, mən özümə zülm etdim, məni bağışla. Və Zünnun, yəni Yunus Aleyhisselamın dediyi kimi deyin, La ilahə illə ənt, Subhanəkə inni kuntu minəz zalimin. La ilahə illə ənt, səndən başqa ibadətə haqqı olan məbud yoxdur. Sən münəzzəhsən, mən özümə zülm edənlərdən oldum. Abu Hureyre radiyallahu anh olunan rivayətə görə deyir ki, Əl-ğiybətu təxriqus siyam vəl-istiğvar yarqauhu. Qeybət orucu yırtır. Qeybət orucu yırtır. İstiğfar isə onu yamayır. Fəmən istata' minkum ən yeci'ə bi savmin muraqqa' fəlyəf'al. Və sizdən biri yamanmış orucla gələ bilirsə onu etsin. Yəni istiğfarla, çoxlu istiğfar edilmiş orucla. İbn-i Munkadir deyir ki, As-siyamu cünnətun minən-nər mə ləm yaxriqha. Oruc bir qalxandır cəhənnəmə qarşı, oda qarşı bir sipərdir, onu yırtmadıqca. Vəl-kələmu seyyi yaxriqu hədil cünnə. Və pis sözlər, pis danışıqlar da bu qalxanı, sipəri yırtır və istiğfar isə onu yamayır. Və bizim orucumuzun da və bu cür faydalı istiğfara ehtiyacı var. Və ona şəfaət edən salih əmələ ehtiyacı var. Və biz orucumuzu nə qədər söz oxları ilə yırtmışıq. Sonra onu artıq o yarıq genişlənmişdir digər əməllərlə. Kəm nərfu xuruqahu bi məxitil həsənət thumma naqtau bi hisamis seyyad. Və nə qədər onu yəni yaxşı əməllərlə tiksək də sonra pis sözlərlə və pis əməllərlə yırtırıq. Ya Rab irham min həsənətihi kullihə seyyad və taati kulluha qafalət. Yəni ey Rəbbimiz bütün yaxşı əməlləri günahlar olan və itaəti isə qəflət olan kimsəyə rəhm elə. Yəni halımızı nəzərdə tutaraq insan deməli ki, ey Rəbbimiz, hətta etdiyimiz yaxşı əməllər belə günahlar içərisindədir və itaətlərimiz isə qəflət içərisindədir. Və buna yaxın olan isə Peyğəmbər sallallahu aleyhi və səlləmin Qədir gecəsində Ayşə anamıza buyurduğu sözlərdir ki, Allahdan bağışlanma diləməsi. Fə innəl mu'minə yeşteydu fi şəhrama fi siyami və qiyami. Deməli, mömin insan Ramazan ayında həm orucda, həm də gecəsində, namazlarında çalışır. Artıq qurtarmağa yaxınlaşdığı zaman Qədir gecələrində isə o pisliklərinə görə və yaxud da müqəssirliyinə görə Allah Teala'dan əfv bağışlanma istəyir. Kənə Sılə ibn Uşeym yuhyil leylə thümmə yəqul fi duai indəs səhər. Sılə ibn Uşeym gecəni ihya edərdi. Yəni gecəni namazla keçirər, sonra suhur vaxtında dua edərdi. Və duasında belə deyərdi. Allahümmə inni əsəlukə ən tucirani minən-nar. Allahüm, mən səndən istəyirəm ki, məni oddan qoruyasan. Av misli yeştəriyu ən yesələkəl cənnə. Yəni mənim kimisi səndən cənnət istəməyə cürət çatarmı? Yəni özünü o qədər aşağı görürdü ki, duasında deyir ki, Allahım, mən cəhənnəmdən qoru. Yəni heç mən cənnət istəməyə layiq deyiləm. İstiğfarın ən faydalı forması tövbə ilə yanaşı olandır. Və insanın israrı tərk etməsidir. Fəmən istəğfərə bilisəni və qalbu aləl ma'siyə məqul. Əgər bir insan dili ilə istiğfar edərsə, qəlbi isə günaha bağlı olarsa, yenə qaydacağına əzm edərsə, yəni artıq Ramazan qurtardıqdan sonra, yəni tövbə onun üzərinə qapalıdır. Ka'b radiyallahu anh deyir ki, mən sama Ramadana və huvə yuhaddisu nəfsə ənəhu idə aftara ba'd Ramazan ənəhu lə ya'sillə dəxələl cənnətə bi qeyri məsələtin və lə hisəb. Bir insan diyor, oruç tutduğu zaman nəfsi ilə danışar. Yəni nəfsinə söz verər ki, Ramazan bitdikdən sonra da günahlara qayıtmayacaq. O insan hesabsız və sualsız cənnətə girər. Və mən sama Ramadana və huvə yuhaddisu nəfsəhu idə aftara ba'd Ramazan asa rabbəhu fəsiyamu aleyh mardud. Amma bir kimsə oruç tutduğu zaman yenə nəfsində danışır, nəfsinə təlqin edir ki, yəni Ramazan bitdikdən sonra, iftar etdikdən sonra yenə günaha qayıdacaq, o insanın orucu ona rədd olunur. Və həmçinin Ramazanın sonu ilə bağlı insan Allah Teala'dan əff
əf istəməsi və bu dua ilə çoxlu məşğul olması, necə ki, Aişə anamızın duasında keçirən Peyğəmbər s.ə.v ona öyrətmişdir. Əgər Qədr gecəsində müvafiq olduğum zaman hansı duanı edim? Demişdir ki, Quli Allahumə innəkə afuvun tuhibbul afə fa'fu anni. De ki, Allahümə əgər sən əff edənsən, əff etməyi sevirsən, məni əff et. Yəni, afuv Allah Teala'nın adlarındandır. Allahın adları afuv. Yəni, bəndələrinin pisliklərindən, günahlarından keçən və o günahların izlərini silən. Yəni, Allah Teala bunu sevir və bəndələrini əff etməyi sevir. Və bəndələrindən də istəyir ki, onlar da bir-birlərini əff etsinlər. Yəni, Allah Teala bunu bəndələrindən sevir ki, bəndələri bir-birini əff etsinlər. فَإِذَا عَفَى بَعْضُمْ عَنْ بَعْضٍ عَامَلَهُمْ بِعَفِّهِ. Əgər bəndələr də bir-birlərindən keçərsə, Allah Teala da öz əffi ilə onlarla müamilə edər. Ba'afu ahabbu ileyhi min uqubatihi. Allah Teala'nın əff etməsi əzab verməsindən, cəza verməsindən ona daha sevimlidir. Necə ki Peyğəmbər s.ə.v duasında keçərdi ki, Əuzu bi ridaka min saxatik. Sənin qəzəbindən, sənin rizana sığınıram. Və bi muafatika min uqubatik. Və sənin cəzandan, sənin əffinə, muafatinə sığınıram. Yahya ibn Muaz deyir ki, Ləv ləm yəkun əl-affu əhabbəl əşya iləyhi, ləm yəbtəli bizzənbi əkrəmən nəsi aleyhi. Əgər deyir, əff etmək, keçmək Allah üçün daha sevimli olmasaydı, ona ən sevimli olan bəndəsini günahla imtihana çəkməzdi. Yüşiru ilə ənəhu ibtələ kəthirən min əvliyaihi və əhbəbi şey'i minəz-zunub. Yəni, bununla ona işarə edir ki, Allah Teala bəndələrindən sevdiklərini, evliyalarını, bir çoxlarını müəyyən günahlarla imtihana çəkmişdir. Onları əff etmək üçün, əfi sevdiyi üçün. Salih sələflərdən biri deyir ki, Ləv alimtu əhəbbəl ə'məl ilallahi Teala لأجهدت نفسي فيه فرأى قائلا يقول له في منى إنك تريد ما لا يكون إن الله يحب العفو أن يعفو وإنما أحب أن يعفو ليكون العباد كلهم تحت عفوه ولا يدل أحد منهم بعمل. Səhvlərdən biri deyir ki, əgər bilsəydim əməllərdən Allaha ən sevimli əməl hansıdır? Nəfsimi o sevimli əməli yerinə yetirməkdə icəd edərdim, yorardım. Və sonra yuxuda görür ki, ona deyilir ki, sən deyir, olmayan bir şey istəyirsən. Çünki Allah Teala əff etməyi sevir. Allah Teala əff etməyi sevir, əff etmək ona daha sevimlidir. Bəndələr onun əffi altında olduğu üçün Allah Teala əffi sevmişdir və heç kəs etdiyi əməli ilə, yəni ibadəti ilə, yaxşı əməli ilə Allaha minnət qoymasın deyə, yəni naz etməsinlər deyə Allah Teala istəyir ki, bəndələri əffi altında olsun. Yəni insanlar bağışlanmağı istəsinlər. وقد جاء في حديث ابن عباس مرفوعا أن الله ينظر ليلة القدر إلى المؤمنين من أمة محمد صلى الله عليه وسلم فيعفو عنهم ويرحمهم إلا أربعة مدمن خمر وعاق ومشاحن وقاطع رحم. İbn Abbas'tan gələn rivayətdir. Deyir ki, Allah Teala Qədir gecəsində möminlərə baxır, Muhammed sallallahu əleyhi və səlləm ümmətindən olan və onları əff edir və onlara rəhm edir. Dördündən başqa mudmin xamr, yəni əyyaş, daima içki içənə, o istisnadır, ona rəhm etmir və valideynin üzünə ağ olan və küsü olanlar və bir də qohumluq əlaqəsini kəsən. Ey günahı böyük olan kimsə, Affullah min dənbikə əkbar.
Allah Teala'nın əff etməsi sənin günahından da böyükdür. Əkbərul əvzər fi cəmbil affillahi yasqur. Günahların ən böyüyü Allahın əffi yanında balacalaşır. Və innəmə amara bis sual affi leylətil qadr ba'dəl iştihad fil a'mal fiha və fi liyalil ashr li'annal arif yəştəyini fil a'mal. Yəni Qədr gecəsində də bağışlanmağın istənilməsi, yəni ona görədir ki, arif insanlar əməllərdə çalışırlar, sonra özlərini, yəni bir dəyər üzərində olduqlarını hesab etmirlər. Fəyərci'unə ilə sual əff və ona görə özlərini heç bir dəyər sahibi olmadığını hiss etdikdən sonra Allahdan əff etmək, bağışlanma diləmək istəyirlər. Necə ki, o müqəssir insanın, günahkar insanın istədiyi kimi. Yahya ibn Muaz rahimehullah deyir ki, "Leysə bi'arif men lem yec'al gayete ameli min Allah af." Əməlinin sonunu Allahdan bağışlanma diləmək istəyi olmayan bir insan arif deyildir. Yəni arif Allahı yaxşı tanıyan deyildir. Allahı yaxşı tanıyan insanın hər bir əməldə, ibadətin sonunda da nə olmalıdır? Allahdan əff istəmək, bağışlanma istəmək. Mutarrif rahimehullah duasında deyərdi ki, Allahumma arda annə, Allahım bizdən razı qal. Fə illəm tarda annə fa'fu annə, bizdən razı qalmasan bizi əff et. Mən azumət zunubu fi nəfsi ləm yatma fir rida. Və kənə qayətü əməl ən yatma fil af. Kimin günahları böyük olarsa, o razılıq dərəcəsinə ümid etməz və ona görə onun əsas qayəsi Allahdan bağışlanmaq ümidi olar. Və mən kəmulət ma'rifətu ləm yara nəfsə illə fi hədil mənzilə. Və kimindir ma'rifəsi, bilgisi, Allahı tanımağı kamil olarsa və onun dərəcəsi belə olar, yəni heç vaxt özünü dəyər sahibi hiss etməz. Və həmçinin tövsiyələrdən insanın ucubdan və qürrələnməkdən uzaq olmaz. Əbu Bəkr radiyallahu anhdan gələn rəvayətdə, yəni hədis zəifsi götürməkdə, hədis Şeyx Albani zəifləşdirib, ümumi mənası belədir ki, sizdən biri deməsin ki, sumtu Ramazan kullə, Ramazan hamısını tutdum, hamısının gecələrini qiyamdan keçirdim, fələ ədri əqra təskə əm lə buddə min qaflə. Yəni bu ümumi, yəni ücub baxımından gətirirlər. Amma hədis Şeyx Albani rəhməhullah zəifdir. Əxil həbib, iyyəkə vəl-əmrad qalbiyyə. Və deyir, ey sevimli qardaşım, qəlbini xəstəliklərdən, qəlbi xəstəliklərdən qoru. İnnəmə şurri'əs-siyam vəl-qiyam və tilkəl əməl əlləti əddəytə fi Ramazan təskiyyətin nəfs. Yəni Ramazan ayında bu orucun, gecə namazlarının buyurulması nəfsin təmizlənməsi üçün, qəlbin islahı üçün buyurulmuşdur. وَلَكِنْ هُنَاكَ بَعْضُ الْأَمْرَادِ مُسْتَوْطِنَ الَّتِي يَصْعُبُ اِقْتِلَعُ بِسُهُولَ. Və elə xəstəliklər vardır ki, artıq yer tutub. İnsanın qəlbində onu qopartmaq asan deyildir. مِنْهَا هَذَا الدَّاءُ الدَّفِينَ وَالْمَرَضُ الْخَبِيث. Və bu xəstəliklərdən biri də hansı ki, kök atan, bu xəbis xəstəlik, ucub xəstəliyidir. İbn-i Qayyum rahimehullah deyir, Beynəl əməli və beynəl qalbi məsafə. Qəlblə əməl arasında bir məsafə vardır. Və fi tilkəl məsafə qutta'a turuq. Və o məsafədə isə quldurlar, yol kəsənlər vardır. Taqta'ut tariq aləl əməl ən yasilə iləl qalb. Yəni əməlin qarşısını kəsir ki, qəlbə çatmasın. Fətəcidur racul kəthirəs salah, kəthirəs siyam, kəthirəz zikr və tilavətil Qur'an və ləm yasil ilə qalbi min əməli şey. Və görə bilərsən ki, insan çoxlu namaz qılır, çoxlu oruç tutur, çoxlu zikr edir və çoxlu Quran oxuyur və bununla yanaşı onun əməlindən qəlbinə heç nə çatmayıb. Nə qorxu, nə ümid, nə sevgi, nə yəqin, nə razılıq. Və qad təstəvli nəfs alə əməli salih fətusayyiru cündən ləhə fətasulu bihi və tatqa fətərər rəculə ə'bəd mə yəkun, əzhəd mə yəkun və huvə anillə əb'ad mə yəkun. Və buna İbn-i Qayyum rahimehullah deyir ki, görə bilərsən ki, nəfs salih əməl üzərinə hakim olur və bir növ əskərə çevrilir və ona görə azğınlaşır və bir insan
ən abid, ən zahid olduğu halda Allahdan ən uzaq düşən kimsəyə çevrilir. Yəni, halı zahirən ən abid, ən çoxlu ibadət edir və ən zahiddir. Amma bununla yanaşı Allahdan uzaq düşmüşdür. Allah korusun. Əş-şəhid min hədəl kələm ənən nəfsə qad təstəvli aləl aməli salih. Yəni, buradan dəlil kimi götürülən nədir? Yəni, nəfs salih əməli üzərinə hakim olur və ona görə onunla hücum edir, yəni azğınlaşır və bundan deyir, həzər et. Ən təstəvliyə nəfsuka alə məşəqqil əməl fi Ramadan min siyam və qiyam və Quran və zikr və itkə və qeyrə və tasulu bihə alə səbil fəxr və təntəfiqu bihə və bizzuhu və təalə aləl-əxərin. Yəni, özünü qoru ki, yəni sən ən çətin əməlləri Ramazanda, orucdur, qiyamdır, Quran oxunmaqdır, etikafdır, bunları edəsən, sonra bununla fəxr edəsən, təkəbbürlük baxımından öyünəsən başqalarına və bununla deyir, hər şeyi itirəsən. Yəni, uduzasan və təfqiri səvabəl əməl və bununla əməlin savabını itirirsən və əməlin nəticəsini itirirsən və buna görə bundan həzər et. İnnə min əlamətil qabul ən yəzdədəl insan inkisarən və zullən və xudu'an li-Rabbi cəllə cəlaluhu. Deməli, qabul olmağın, əməlin qabul olunmasının əlamətlərindəndir ki, insanın o ibadətdən sonra Rəbbinin qarşısında zəlilliyi, mütiliyi, sınması daha da artmasıdır və daha da Rəbbinə yaxın olmasıdır. İnnə şəhr Ramadan, həqiqətən artıqdır Ramazan ayı, yəni bitib və insanın üzərinə düşən də, yəni bundan sonra da yaxşı əməlləri davam etməsidir və tərk etməməsi. Ramazan qurtarsa da, yəni oruc isə yenə qalır və davam edir. Müttəqi insanların qəlbləri bu aya şəfqətlə yönəlir, yəni yanığı içərisindədir. Və min ələmi firaqi təin və onunla ayrıldığına görə ağrı çəkir. Keyfə lə təclil mumin alə firaqi dumu və huvə lə yədri həl bəqiyə ləhu fi umri iləyhi rucu. Nə üçündür mümin insanın Ramazandan ayrıldığına görə gözündən yaş axmasın, çünki o bilmir ki, ömründən bir daha ora qayıdış qalıb, yoxsa yox. Yə həsrətən mən fətəhul xeyru fi Ramadan kəm nusihəl miskin nusihəl miskinu fə qabilən nus. Ey Ramazandan xeyirlər əldə etməyən, ya xeyirlərdən məhrum olan, xeyirləri itirən kimsə, o miskin insan nə qədər nəsiyyət edilib, qəbul etməyim nəsiyyəti. Nə qədər yaxşı olmağa çağırılıb, dəvəti, sülh dəvətini qəbul etməyib. Kəm şəhədəl vasini fihi və huvə mütəbəid, kəm marrad bihi zumarus səyini və huvə qaid. Neçə insanlar vardır ki, artıq yəni irəli gedib o hissədir, hələ oturmağında davam edir. Hətta idə daqa bihil vaqt və xafəl məqt nədim alət tafrir və artıq sonu yaxınlaşdığı zaman peşmançılıq çəkir səhlənkarlığına görə və onda da artıq bir fayda vermir artıq bu ay bitdikdən sonra. İnşallah bununla kifayətlənək. Allah Teala eşli faydalarına etsin. Allah Teala hər birimizdən bu ayı qəbul etsin və bundan sonra da xeyirli əməllərdə davam etməyə müvəffəq etsin. İxlasla.com saytı tərəfindən təqdim olundu.